Sosial şəbəkədən məşhur olmaq olurmu? Məsələn, həkimlər üçün də. Məsələn, bizdə elə müğənnilər var ki, heç baxırsan ki, sosial şəbəkələrdə daha çox paylaşılır, daha çox aktivdir. Həkimlərdə necədir? Sosial şəbəkə elə bir şeydir ki, yəni orada sən nəticə göstərməlisən. Yəni öz həyatını çəkmək, yəni mən düşünürəm ki, o heç kimə maraqlı deyil. Yəni orada həkimin həyatı, bəli. Amma indi təbidədir, həkimlər də öz həyat tərzini çəkirlər, paylaşırlar. Çəkirlər, amma mən elə şeylərdən biraz uzağam. Yəni həmişə çalışmışam öz işimi qoyum. Onlar bloger. Bəli, bəli. Çox düzgün qeydlərdir. Yəni mən çalışmışam öz işlərimi bölüşüm insanlarla. İnsanlar görsün ki, həqiqətən belə bir problemlər var və onun həll yolları var. Və tez-tez də faktlarla. Bəli. Yəni real real faktlarla, bəli. Və həmişə də valideynlərə mən həmişə müraciət edirəm. Buradan da müraciət edirəm. Xüsusilə yeni ailə quranlara. Yəni bu çox önəmli bir şeydir, indi deyəcəyim. Yəni, çünki bugünkü gün təəssüflər olsun ki, ailə quranda insanlar tamam başqa bir şeylərə başlayırlar, yəni maraqlanmağa, yəni öyrənməyə, amma doğrudan insanın sağlamlığı yəni önəmli bir şeydir. Bəli. Xüsusilə də gənc xanımlar ailə qurursa kimlənsə, məsələn, mən həmişə demişəm, indi də deyirəm, yəni məsləhət görürəm ki, yəni bir-iki analiz verib, yəni onunla yox, bitmək olmaz, yəni. Çünki bugünkü gün o qədər xəstəliklər var ki, yəni ailə quran belə deyək, bizim bacılarımız, gənclərimiz, yəni onlar sağlam insanlar da belə götürənlər. Yəni deyərdim ki, 60-70%-i üzr istəyirəm böyüklərdən, yəni oğlanların düzgün həyat tərzi olmadığına görə o problemlər yaşanır. Yəni bugünkü gün çoxdur ki, onu oxumam həqiqətən də pis vərdişlərdir, düzgün həyat tərzi olmamasıdır və s. bir çox problemlər var ki, yəni orada eyib bir şey yoxdur yəni. Çünki sonra ailə qurandan sonra bu oğlanda olan problem xanımda düz yaranmağa başlayır. Və bu da böyük fəsadlara gətirib çıxarır. Ona görə həkimə mütləq müraciət vasitəsilə bəli, bütün valideynlərə, bütün ailə quran insanlara müraciət edirəm ki, bəli. Uğurlar doktor, valla fəxrimizsiniz. Hər zamanda belə də davam edin. Sevinirik ki, bizim Rusiyada, Moskva şəhərində belə bir həkimimiz var, müraciət edə bilərik.